Allahın izzəti, bəndənin zilləti. Bu iki şey, yəni bu iki yol qət olunmalıdır. İnsan öz camal və kamalına baxır. Özünün gözəlliyinə, kamil olmasına baxır. Eqoisti bundan qaynaqlanır da, özünü kamil görür, başqalarını naqis görür. Allah daim bizimlə, tamam. Bir var, bəndənin özünün də daim Allah yanında olması lazımdır da. Təhvil verirsən ona, sən ki, bax, sənsən, bu evin sahibi sənsən. Sən bax, sən gör, sən danış, sən tut, sən istə. Verilən suallardan biri də budur ki, namaz qılıram, amma aramlıq əldə edə bilmirəm. Biz namaz adətən qılanda namazın zahiri tərəflərinə diqqət edirik, namazın batini tərəflərinə diqqət ayırmırıq. Və namazın batini tərəflərinə diqqət ayırmayanda sözün əsl mənasında namaz keyfiyyəti tam olaraq əldə oluna bilmir. Və istəyirdim ki, bu barədə biz silsiləvi söhbətlər aparaq, namazın mənəvi keyfiyyətlərindən danışaq, necə namaz bizə aramlıq gətirəcək, istəyirəm onlar haqqında danışaq. Və istəyirəm bunlara bir ad qoyaq, Meyraca gedən yol. Silsiləvi haqqında da söhbətlərimizi davam edək. İlkin budur ki, insan namaz qılanda buna diqqət eləməlidir ki, mən Allahın huzurundayım. İlk növbədə insan özünü tanımalıdır və ondan sonra da Allahı tanımalıdır. Hədisdə də var, İmam Əli buyurur ki, kim özünü tanısa, Allahını tanıyır. İlk növbədə insan özünü tanımalıdır. Tanıma da öz zəifliyini, belə deyək, hiss eləməlisən. Allahın da böyüklüyünü. Ustadlar buna belə bir ad qoyurlar. Allahın izzəti, bəndənin zilləti. Bu iki şey, yəni bu iki yol qət olunmalıdır. Biz ilk növbədə öz bəndəliyimizin zillətini dərk etməliyik və ikinci növbədə isə Allahın izzətini anlamalıyıq. Çünki bütün işlərin idarəsi onun əlindədir. Rububiyyət, yəni bütün işləri o idarə edir. Rububiyyətin məhzərindəyik biz. Və biz də zəifik. Bizim yalnız seçim haqlarımız var ki, müəyyən seçim azadlığı verilib. Amma hərəkət etməkdə, işlərin idarəsində Allahın işidir. İşləri bütün idarə edən odur. Quranda ayədə var ki, Allahın izni olmadan yarpaq belə düşməz. Biz isə seçimlər edirik və seçdiyimiz hadisələrlə də daha seçdiyimizi yaşayırıq. Məhkumudur, seçdiyimizi yaşamağa məhkumudur. Nəyi seçirsən, onunla da yaşayacaqsan. Və Allaha gedən yolda bu iki şey, qavram anlamalıdır. Və ən böyük maneələrdən biri də budur ki, xudbinlik. Xudbinlik yəni egoistlik, yəni mənəm-mənəmlik, yəni özünü insan bəyənməsi. Bu sanki elə bir çox böyük bir maneədir və ən böyük pərdədir. Əgər biz bu pərdəni aşa bilsək, Allaha gedib çata biləcəyik. Amma insan öz zəifliyini, öz acizliyini hiss eləməsə, elə özünü böyük görsə, egoist olsa, təkəbbürlü olsa, xudbinlik olsa və bu Allaha gedən yolda mane olacaq. Hətta bu adam namaz da qılsa. Bəzi adamlar var, namaz qılır, amma egoist, xudbinlikdir. Xudbinliyə bürünüb. Bu heç vaxt onun namazı ona təsir edə bilməyəcək. Heç vaxt o namaz ona mənəvi aramlıq gətirə bilməyəcək. Niyə? Çünki maniyədir xudbinlik. Egoistlik maniyə yaradır. Daha çox insan öz camal və kamalına baxır. Özünün gözəlliyinə, kamil olmasına baxır. Egoisti bundan qaynaqlanır da, özünü kamil görür, başqalarını naqis görür. Başlayır öz camal və kamalına baxmağa. İnsan nə qədər ki öz camal və kamalına diqqət ayırır və baxır, həqiqi camal və kamalı görə bilməyəcək. Həqiqi camal və kamal nə idi? Həqiqi camal və kamal Allahdır. İnsan ki özünə diqqət ayırır, özündə yaratdığı camal və kamala baxır, halbuki həqiqi kamal və camal o deyil, elə zənn edir, həqiqi kamal və camalda, yəni Allahdan ayrı düşəcək. Çünki niyə baxır? Özünə baxır, özünə diqqət edir. Mövla Cəlaləddin Ruminin bir gözəl sözü var, deyirdi ki, madar bot habot nəfsi şoma əst. Bütlərin anası, yəni böyüyü sizin nəfs bütünüzdür, yəni özünüzsünüz. Yəni bugün baxanda da, modern dünyada baxanda
ən böyük büt həqiqətən də insandır. İnsan üzərinə qurulub. Keçmişdə daha çox bütlər qurardılar daşdan və yaxud da taxtadan və yaxud da günəşə, aya baxardılar. İnsanlar nə deyirdi? Deyirdi ki, bu mənim Rəbbimdir. Tarixdə də, Quranda da bunun nümunələri var. Amma modern dünyada daha çox insanlar özlərini bir növ ilahiləşdiriblər. Daha çox özlərini ilahi gözlə baxırlar. Ki, özlərini bir növ düzdür, dildə iddia eləməsələr də ki, mən Allaham, mənə bəndəçilik eləyin. Amma əməllərində bu büruzə görünür ki, hamı mənə diqqət eləməlidir, hamı məni dəyərləndirməlidir, hamı məni sevməlidir, hamı mənə diqqət ayırmalıdır. Hamı mənə fəda olmalıdır. Bu gün görsən boşluqlarımız hardadır? Cəmiyyətə boşluq baxanda niyə görə bu gün insan tənhalaşıb? Çünki özünü müqəddəsləşdirib, özünü müqəddəs hesab edir. İnsan ki özünü müqəddəs hesab elədi, başqalarından gözləntilər olacaq ki, mən müqəddəsəm, yəni ilahiləşmişəm və siz də mənə düzdür ibadət, namaz qılın demir, amma diqqət ayırın, mənə baxın, məni görün. Sanki bunu daxilindən bunu haykırır, içdən-içə deyir və kənardan bunu görməyəndə bir növ insan nə edir? Tənhalaşır ki, insanlar mənə diqqət ayırmır, insanlar mənə baxmır. Bu gün bu insanın özünün ilahiləşdirməsi, özünə diqqət ayırması, öz camal və kamalına diqqət ayırması Allahla öz arasında nə edir? Maneə salır. Və Quranda da Nisa surəsində belə bir ayə var, ayə 100. Allah deyir ki, Quranda, Quran-Kərimdə deyir ki, kim Allaha və onun Rəsuluna tərəf hicrət etmək niyyəti ilə evindən çıxsa, sonra ölsə, onun mükafatı Allahın öhdəsindədir. Burada Allaha və Peyğəmbərə hicrət deyildikdə, bu maddi formada olan, yəni zahiri formada olan hicrət təkcə nəzərdə tutulmur. Bəli, biz bəzən zahirən biz Allah evini, Kəbəyə ziyarətə gedirik və yaxud da Mədinəyə, Həzrəti Peyğəmbərin ziyarətinə gedirik. Bu bəzən maddi olur, amma bir tərəfdən də mənəvi hicrət var. Yəni daxilən Allahın yanına getmək, Allahın huzuruna getmək. Bu mənəvi də, yəni bu maddi deyil. İnsan bir növ Allahı hiss eləyir, Allahı yaşayır belə deyək. Daim Allahla olur. Düzdür, Allah daim bizimlə, amma bir var bəndənin özünün də daim Allah yanında olması lazımdır da. Bu hicrət bu mənadadır. Bunun üçün də insan gərək birinci növbədə egoistliyindən, xudbinlikdən uzaqlaşa. Özünə diqqət ayırsa, özünə fikir versə, həqiqətdə Allaha çata bilməyəcək. Allaha hicrət edə bilməyəcək, mənəvi olaraq da. Peyğəmbərə hicrət edə bilməyəcək. Nə çox insanlar var, məsəl üçün Kərbalaya gedir, maddi cəhətdən, yəni fiziki cəhətdən Kərbalaya gedir. Amma mənəvi olaraq orada deyil. Nə çox insan var ki, gedə bilmir. İndi müəyyən maddi səbəblər olur ki, o maddi səbəblərdən dolayı İmam Hüseynin və yaxud da İmam Rızanın, Peyğəmbərin ziyarətinə gedə bilmir. Amma mənəvi olaraq həmişə onların yanındadır. Mən adətən qabaq belə düşünürdüm ki, mənə ziyarət qismət olmayanda deyirdim ki, mən günahkaram. O görə də Allah Taala və yaxud da İmam Hüseyn Peyğəmbər mənə dəvət eləmir. Sonra dedim ki, mən nə qədər günahkar olsam da, bu qapı mənim üzümə bağlı deyil də, açıqdır. Yəqin mən onları layiqincə sevmirəm. Ona görə gedə bilmirəm. Bir müddətdən sonra dedim ki, yox, mən də sevgi varımdır, az da olsa sevgi varımdır. Bəs məsələ nədir? Məsələ maddi səbəblərdir. Və tarixdə bunun nümunəsini həmişə axtarırdım ki, görəsən həqiqətən də həm Peyğəmbər ona sevir və həm də qarşı tərəf onu sevir, Peyğəmbəri sevir. Amma görüş baş vermir. Bunun nümunəsi var. Mən həmişə bunu axtarırdım və tarixdə Üveys Qarani haqqında qarşıma çıxdı ki, o Peyğəmbərin görüşünə getmək istəyirdi və Peyğəmbər də onu daim görmək istəyirdi. Amma müəyyən maddi səbəblər onlardan maneə yaradırdı. Görüşə bilmirdilər. Hətta bir dəfə görüşmək istəyirdilər, amma görüşə bilmədilər də. Amma hər ikisi də bir-birlərinin həddindən artıq çox istəyirdilər. Sonra Peyğəmbər həmişə Yəsribə baxardı, deyərdi ki, buradan Üveys Qarani iyi gəlir. Yəni iyini hiss edərdi. Hətta belə bir kəlmə var ki, deyərdi ki, Üveys Qarani elə bir adamdır ki, o sizin yanınızda olsa diqqət ayırmazsınız. Sizin yanınızdan geçsə, heç demərsiniz ki, Üveys Qarani görəsən hardadır, neynir. Yəni maraqlanmarsınız. Amma bilin, onun deyir
göydə məqamı çox böyükdür. Mələklər o çox diqqət edir. Baxırsan, maddi səbəblər onları görüşdə bilmədi. Reis qaranı peyğəmbəri görmədən iman gətirdi, amma görüşə bilmədi. Amma bir-birlərini çox istəyirdi. Bəzən yəni olur ki, maddi səbəblər bizi ziyarətgahlardan uzaq salır. Amma mənəvi olaraq biz onları gedib ziyarət edə bilərik. Biz onları görə bilərik. Amma mənəvi bu yola çıxmaq lazımdır. Bu yola çıxmaq üçün də ilk növbədə nə etmək lazımdır? Xudbinlik pərdəsindən, yəni mənəm, egoistlik pərdəsindən aralamalıyıq. Onu yırtmalıyıq ki, biz onların mənəvi olaraq ziyarətinə gedə bilək. Hədisdə də var. Deyir ki, Allah çox gözəl ümumiyyətlə sevdiyim hədislərdən biridir. Bu hədis həm iki məzhəbin hədis qaynaqlarında var. Hədis deyir ki, kim nafilə namaz qılsa, yəni müstəhəb namazlar qılsa, Allah deyir ki, mən onu sevərəm. Niyə görə burada özə deyir sevərəm? Vacib namazlar qılmasa, tərk eləsə bir növ cəzası var da. Hardasa yoxlasan görərsən ki, insan vacib namazları tərk eləsə və yaxud da qılsa, orada qorxu var da. Çünki bilir ki, namaz qılmasam Allah məni cəzalandıra bilər. Allah tam orada bir növ bəndəsinə etimad eləmir də. Bilir ki, hardasa daxilində bir var ki, qılmasam Allah məni cəzalandırar. Nəsə var da belə deyək. Amma müstəhəb namazda tam sevgidir. Yəni müstəhəb namaz qılma, nafilə namaz qılma tam olaraq sevgidən qaynaqlanır. Orada qorxu yoxdur. Yəni qılmasan cəzası yoxdur da, müstəhəbdir. Ona görə də Allah deyir ki, kim ki nafilə namazlar qılsa, müstəhəb namazlar qılsa, mən onu sevərəm. Mən onu sevsəm, danışan dili olaram. Görən göz olaram. Tutan əl olaram. Eşidən qulaq olaram. Nə istəsə onun duasını qəbul edərəm. Bir növ Allah o bəndəsini özünə bənzədir. Elə bil Allahın sifətləri yoxdur, o ona verir. Və həmin bəndə baxışları ilahi baxış olur. Danışığı ilahi baxış olur. Danışığı ilahi danışıq olur. Eşitməyi ilahi eşitmək olur. Tutmağı ilahi əl olur ki, sanki elə bil Allah sənin əlindən tutur. Bir növ həmin o bəndə Allahın sifətləri onda olur, mənəvi olaraq söhbət edirəm. Və sanki bu bədən mülkü bir evdir. Sanki bu bədən mülkünün əsl sahibinə verirsən. Yəni evin sahibi kimdir? Allahdır da. Sanki bu evi verirsən, təhvil verirsən ona. Sanki bax sənsən, bu evin sahibi sənsən. Sən bax, sən gör, sən danış, sən tut, sən istə. Sanki evi təhvil verirsən Allah, əsl sahibinə. İlahi rəngə boyanmaqda budur. Quranda var, ilahi rəngə boyanın. İlahi sanki bəndə bu şeylərlə ilahi rəngə boyanır. Evi təhvil verir Allaha və boyanır Allahın rənginə. Ona görə də biz həmişə daim bu cür yaşamaq üçün və namazdan feyz almaq üçün, mənəvi qidalanmaq üçün həmişə biz nə etməliyik? Allahın, yəni rububiyyətin izzətini dərk etməliyik və bəndəçiliyin də zillətini dadmalıyıq ki, həqiqi neyək Allaha çata bilər. Mənəvi olaraq o seyrə gedə bilər, o yola çıxa bilər. Yoxsa bu olmasa, bəndəçilik dadmasaq, Allaha heç vaxt o izzətini, o mənəvi aramlığı dada bilmərik. Baxın, Quranda da Quranda deyirəm, təşəhhüd namazın təşəhhüdündə nə deyir? Deyir ki, Abduhu və Rasuluhu. Əşhədü ennə Muhammedən Abduhu və Rasuluhu. Muhammed salavatullah Allahın bəndəsi və sonra deyir ki, onun elçisidir. Yəni ilk növbədə bəndəçilik gəlir və sonra Allahın elçisi olursan da. Yəni bəndəçiliyi dadmayan, yaşamayan insan heç vaxt bir böyük məqama çata bilməz. Heç vaxt irəliləyə bilməz. Ona görə də daim nə etməliyik? Biz Allahın rububiyyətin izzətini, bəndəçiliyin də zillətini dadmalıyıq. Seyidcan, toxunduğun mövzular həqiqətən də dürüst olsaq, çox maraqlı, bizə də çox təsirli bir mövzular idi. Bir iki də fikrə əlavə eləmək istəyirəm. Bilmirəm nə qədər razı olacaqsan, nə qədər narazı olacaqsan. Birinci, Məhəmməd Peyğəmbərin
bəndə olduğunu, sonra da peyğəmbər olduğunu Bəli. qeyd etdi təşəkkürdə. Bu çox maraqlı mövzudur. Hətta belə deyə bilərik ki, yəni peyğəmbərliyə gedən yol özü belə bəndəçiliyin nəticəsidir. Bəli. Bəli, yəni bu çox qəşəng bir mövzu idi. Bəndəçiliyi aşmasan heç bir böyük məqama çata Bəli. bilmərsən. Bəli. Allah dostu ola bilmərsən, Allah övliyası ola bilmərsən, peyğəmbər və yaxud da imam ola bilmərsən. Bütün ilahi şəxslər, yəni Allah dostları bəndəçilikdən gedib bu yola çatıblar. Böyük məqama çatmaq üçün Allahın gərək bəndəsi olasan. Bəndəçiliyin zillətini dərk edəsən. Onu yaşayasan. Yaşamasan, özünü çox böyük görsən, heç vaxt bir böyük məqama çata bilmərsən. Bəzən də şeytan bu yolla bizi anladır. Bəzən gəlir bizə sanki vəsvəsə eləyir ki, sən çox böyük bir məqamdasan. Çox irəliləmirsən. Allaha yaxınsan. Halbuki Allahdan uzaqsan ha. Biz bəzən elə başa düşürük ki, Allaha çox yaxınıq. Düzdür, Allah bizə çox yaxındır, daim yaxındır. Amma sən də bəndə olaraq Allaha yaxın olmalısan. Biz bəzən elə bil ki, Allaha yaxınıq deyə və səy eləmirik. Namaz, orucla kifayətlənir ki, zatən mən Allaha yaxınam da. İnsan o şeyi başa düşsə ki, mən Allahdan ayrıyam, Allahdan firaqam, uzaqam, ayrıyam və səy eləyəcək ki, mən Allaha yaxınlaşım. Hər günü Allaha yaxınlaşmaqla keçirəcək. Yox, özünü insan başa düşsə ki, mən Allaha yaxınam, Allahla bir yerdəyəm. İbadətdə də eləyəndə söz şəkildə eləyəcək. Orucu da bir gün tutacaq, bir gün tutmayacaq. Və yaxud da bir ay oruç tutacaq, amma həqiqətinə varmayacaq. Niyə? Adam çünki özünü Allaha yaxın bilir. Ayrılıq bilmir. Ayrı bilsə, gecəsi gündüzü ancaq Allaha yaxınlaşmaq üçün səydə olacaq. Səy edəcək ki, mən bircə Allaha çatım. Seyidcan, bu meyraca gedən yolda bizə verdiyin bu dərs üçün, bu mövzu üçün sənə təşəkkür edirik. Cəmin inşallah Allah üçün. İnşallah bu silsilənin davamı gəlsin. Yəni arzumuz budur. Çalışacağam mən də inşallah vaxt tapdıqca bu mövzulara vaxt ayıraq. İzləyicilərimizdən də istədiyimiz budur ki, bu mövzulara vaxt ayırsınlar özlərdə. Biz çalışıb ərsəyə gətirəcəyik və digər bəhsləri də izləsinlər. Bu birinci bəhsimizi təbii ki, namazın zahiri tərəfi var. Dəst namaz, qüsuldur, qiraətdir, iqamədir, zahiri hərəkətlərdir. Bu namazın zahiri tərəfidir. Bu söhbətlər namazın batini tərəfini aşılayır və namazdan həqiqi mənəvi olaraq kamal əldə eləmək istəyirsə, namazın mənəvi aramlığını əldə eləmək istəyirsə, namazın həm zahir tərəfinə diqqət etməliyik, həm də batin tərəfinə ki, inşallah qalan bəhsləri də izləyənlər. Mən təşəkkür edirəm. Çox sağ olun.